bizim mətbuatımızın yol göstərəni və vicdanı. Salona baxıram, bəlkə də məndən yaşlı adam yoxdur. Ona görə də Sədaqət xanımı da məndən ən çox tanıyan mənim. 3 ay yarımdan sonra Sədaqət xanımı Jurnalistika Fakültəsinin dəhlizində gördüyündən 57 il keçəcək. 3 ay sonra. Və o günlərdə heç də bizim sözümüz, söhbətimiz sakit keçmir. Ancaq mən qürur duymuşam ki, Sədaqət mübariz, döyüşən, qəhrəman bir adamdır. O qəhrəmanlığına görə, o döyüşkənliyinə görə mən onu necə deyərlər, bacım qədər də sevmişəm, millətimin qəhrəmanı qədər də sevmişəm. Bu günə kimi də ailəvi, yaradıcılıq, dostluğumuz davam edir. Sədaqətin Sovet kəndində, kolxoz, safozda nə qədər Neyləkiflər, Neyliyiflər o yazısından tutmuş, bədii əsərlərinə qədər çox oxumuşam. Sədaqət mənim üçün Azərbaycan Respublikasının yox, Azərbaycan xalqının bayaq dedilər, yazıcısı, şairi, bəstəkarı, kino rejissoru nədir? Ancaq Sədaqət mənim üçün bir başqa cəhəti də var. Sədaqət mənim üçün Ləzgi xalqının Üzeyir Hacıbəyovudur. Təəccübünüzə qalacaq ki, bu Üzeyir Hacıbəyov hansı devirdə yaşayıb, Sədaqət hansı devirdə. Üzeyir Hacıbəyovu baxın, əsrin əvvəllərində müəllimlik elədi ki, xalqını oyatsın. Üzeyir Hacıbəyov onun jurnalistlik elədi. Üzeyir Hacıbəyov hesab dərsliyi yazdı, tərcümə dərsliyi yazdı, opera yazdı, sonra konservatoriyanın direktoru oldu. Belə saydıqca çoxanınız bilirsiniz də, mənim deməyim çoxdur. İndi həmin variantı Üzeyir sözünü götürün, Sədaqəti qoyun. Ləzgi xalqı üçün dərslikdə yazdı, Ləzgi xalqı üçün ana dilində məqalə, hekayə, şeir, kino və buna görə mən duydum ki, Sədaqət xanım bunları eləməklə mənim və mənim dövlətimin, mənim millətimin başını uca elədi. Biz İranda olanda İran prezidentinin bir müşaviri Azərbaycanca yaxşı bildiyi kimi dövlət dili fars diliydi, farsça danışırdı. O söhbət düşəndə mən ona deyəndə ki, İranın dövlətini mən heç də qəbul eləmirəm, bu da prezidentin müşavirinə deyirəm. Çünki sizin konstitusiyada devrinlə əməliniz bir-birinə tutmur. Burada yaşayan xalqların sıxışdırırsınız. Ana dilində məktəb yoxdur, nə yoxdur. Deyəndə siz dedi ki, siz də eyni şeyi görürsünüz. Dedim, hə, ancaq bizim gördüyümüz sizin gördüyünüzdən fərqlidir. Bu çaşbaş qaldı ki, nədir? Dedim, Sədaqət Kərimoğlu tanıyırsan mı? Gözünü döydü. Dedim ki, mənə həmişə döşünə döydüsən ki, atam, babam Ləzgidir. Eləmi? Ləzgicə bilmirsən. Ancaq Sədaqət Kərimoğlu Ləzgicə heç olmasa bir 10 dənə əsəri çıxır. Ləzgicə Sədaqət Kərimoğlu'nun hazırladığı filmə həm Azərbaycan Türkçəsində, həm Ləzgicə baxanların sayı 13-14 milyon biri olub, 7-8 milyon biri olub. Mən bununla danışdıqca bunun köməkçisi yanında idi. Gördüm ki, o internetdə, telefonunda nəyisə axtarır, mənə əhəmiyyət vermirəm, bu adamla danışıram. Gördü ki, telefonu tutdu, bir səhiyyə ki, bax, yəni bu adam yalan verir də, bundan mübahisə eləmir. Və bunu ona görə deyirəm ki, Sədaqət xanım həmin yerdə o Ləzgicə yazmağınla, kino çəkməyinlə mənim deyil, Azərbaycan dövlətinin başını uca elədi. Başqa bir şey deyim, Sədaqətin qəhrəmanlığını. Çox uzun mübahisədən, davadan sonra Folklor İnstitutunda bir şöbə açdıq. Az sayılı xalqların folkloru. Azərbaycanda az sayılı xalqlar sayılmıram da, əslində mən o az sayılı xalq
danışıqlar terminin də əleyhinəyəm, ancaq da belə gedir. Bunda bu şöbə işləməlidirmi? Bu xalqların folklorunu toplayıb yazmalıdırmı? Kadr yoxdur. Nə folklorun sahəsində müdafiə eləmiş vəzci var, nə talış var, nə tatlı. Bəs yaxşı, bu folklor dadı institutu açdığı şöbə ölsünmü? Belə də mən kimə arxain idim, o şöbəni açılanda da özümü öldürürdüm. Bir-iki adam var idi, onun biri Sədaqət xanım idi. Sədaqətə dedim, biraz da ərklə, o mənə ərk elədiyi kimi Sədaqət. Belə bir vəziyyətdə bütün əsərlərini də qoy, qəzetdə də qoy, hər şeyi qoy. Təcili ləzgi dilində mənə ləzgi folklorunun kitabını çap elə ki, deyir ki, çap elə, o görsün ki, bu şöbə işləyir və buna baxıb o birisilər də gəldi. Azərbaycanda Milli Elmlər Akademiyasında, Folklor İnstitutunda, Az-saylı Xalqlar şöbəsində ilk kitab hansı dildə olsa yaxşıdır, ləzgi dilində oldu. O kitabın müəllifi kim oldu? Sədaqət xanım. Sədaqət xanım o kitaba bir qəpik qanarar aldı mı? Yox. Bir zəhmət haqqı verdi mi? Yox. Ancaq indi biraz da mən o gilə-güzarımı, acı dilimi də deyim. Sədaqətin kitabı çıxıb sağ olun. İndi kitaba tanıtmaq, təbliğ eləmək lazımdır. Götürdüm rəsmi Folklor İnstitutunun adından məktub yazdıq. Qusar rayon icra hakiminə. Filankəs o filankəs. Xahiş edib bizə icazə ver. Pul zat istəmir, heç nəyi. Hər şey gəl bir salon, bizdə icazə ver, gələk orada nə eləyək? Bu kitabı təqdim etməsini keçək. İcra hakimiyyətindən bir neçənci adamsa cavabı bu oldu. Məktuba yox, 3-4 dəfə biz zəng vurub, az qalıb telefonda dalaşandan sonra siz prezident aparatına deyin, qoy prezident aparatı bizə göstəriş versin, biz eləyək. Baxın, bu rayonda mən prezident aparatını bir iş görmürəm, siyasi bir tədbir deyil, bu folklordur. Yaxşı, Şəmsəddin Xanbabayev vardı, Allah rəhmət eləsin, Naxçıvanda işləmişdi, mənlə hörməti vardı, mənim ona xaçmaza. Götürdüm, ona yazdım və məktub yazdım ki, Şəmsəddin mənim, siz heç olmasa, bu şeylərdə biraz cəsarətlisiniz, nəsiniz. O da hə dedi, ancaq vaxt uzatdı. O məktubları ona görə belə təfsilatınla yazıram ki, bu belədir, bu buya da yazdıq biz onu Qəbəliyə də yazdıq və bunların bir çoxu orada işləyənlərin ləzgi olsa da, çox təəssüf ki, o kitabın o rayonda niyə, nə üçün Azərbaycan hökuməti buna çap eləyir? Azərbaycan hökuməti bu şöbəni açır. Bəs siz niyə eləmirsiniz? Sizə kimdir mani olur? Bax, mən bu xalqımın, millətimin bu qədər qorxaq, yaltaq, ikizlik, vəzifə düşkün adamlarını görəndə bilmirəm nə deyil. Sədaqətin o kitabından sonra Folklor İnstitutunda bəli, ləzgi dili ilə mütəxəssis gəldi. İndi Az-saylı Xalqlar şöbəsində bir ləzgi qardaşımız var, o ləzgi folklorunu toplayır və tədqiq edir. Bunun ora gəlməsinin, başlanğıcını necə dəyərlər kim qoydu? Sədaqət xanım. Ona görə də Sədaqət xanım mənim üçün həmişə əzizdir, həmişə sevimlidir. Ona görə də siz və bəzi adamlar burada dedilər, biraz çox, niyə mən yerimdən cebri qatdım? Azərbaycanda dövlət dili Azərbaycan türkçəsidir. Ancaq buna baxmayaraq bizdə 1992-ci ilin bir qanunu var, Az-saylı Xalqlar haqqında. O bizə imkan verir ki, bütün xalqların dilinə hörmət və ehtiramla ondan istifadə edir. Mən burada istəyərdim ki, Sədaqət xanım, əvvəlcə toplantımızı heç olmasa 3 cümlə, 5 cümlə ilə ləzgici açdın. Ondan sonra dövlət dilində danışdın. Bu mənim arzum və istəyim. Ondan sonra gələn bir dövlətdən daşı, ləzgi olsa da, kim olsa da, Rusça danışdın, sözüm yoxdur.
Sədaqətin tərcüme halını danışan sevimli jurnalist qardaşım da oxuyanda onu mən gözləyirdim ki, Sədaqət mütləq özündən sonra ləzzicə danışa biləcək bir adama söz verəcək. O danışacaq, biz də ona ləzzicə, hayır, o sonunda mən ikinci, dünyanın əsas protokolu deyil. Mesela o adamın ləzzicə dediğini sədaqətlər bir adam da tərcümə edə bilərdi. Mənim arzum budur ki, milli dəyərlərimizin deyilsin, yüksək qiymət verək, milli dəyərləri həmişə qoruyaq, onun üstündə birinci özümüz bunları həyatda tətbiq edək ki, başqaları da bizdən iyiləşdirsin. Buyur bacım, sağ olun. Teşekkür ederim. Çok güzel sözlerdi. Ben itiraf edirəm. Mənə bəzən Ləzgi xalqının tarixi, mədəniyyəti, etnografiyası ilə bağlı ən maraqlı təklifləri əlim edir. Təsəvvür edirsiniz? Deməli, Azərbaycanda demokratik fikirli, bu cür işıqlı ziyalılar həddindən artıq çoxdur. Sadəcə biz onları dəyərləndirmirik. Sadəcə bizim xalqlarımızın içində düz deyirsiniz, o qorxaqlar, nədənsə çəkinənlər həddindən artıq çoxdur, əlim. Mən özümə də götürürəm, çünki başım çox bəlalar çəkib, heç kim bilməsəm siz bilirsiniz. Bu bəlalar və bu bəlalar məni sizi sındıra bilmədi. Amma adamlar var ki, o qədər balaca bir külək əsən kimi sınırlar. Və kişilər sınır, təsəvvür edirsiniz. O mənada mən sizə haqq qazandırıram, mən təşəkkür edirəm.